6 növ plov bir sinidə təqdim olunur. Mən Bakıda bunun bənzərini görməmişəm. Bu şeş plovdur. Təbriz mətbəxindən gəlir. Bildiyim qədərilə Bakıda bunu yalnız başkəntin Nərimanov filialında verirlər. Yeri gəlmişkən sizə bu filialın 20 nəfərlik banket menyusunu təqdim edeyim. Menyuya 5 növ soyuq qəlyanaltı, 8 növ salat və məzə. Bunların hər biri 5-7 porsiyada masaya düzülür. Bundan başqa toplam 30 şişdən ibarət 5 növ kabab, 6 növdə toplam 20 pors plov. Yanında da şabalıdlı toyuğu ilə birgə servis edilir. Kompotlar, sular, çörəklər, meyvələr bunlar da öz yerində. Masadan da göründüyü kimi yeməklərdən bolluqdur. Adətən banketlərdə rast gəlmədiyim brüskettalar da burada menyuya daxil edilib. Maraqlı yanaşmadır. Yəni hər cür zövqü nəzərə alıblar. Sonda böyük bir çay süfrəsi təşkil edilir. Fərqli şirniyyatlar, mürəbbələr, çərəzlər, meyvə quruları və 2 samavar çayı qonaqlara təqdim olunur. Bir sözlə, əsl qonaqlı qaralı məclis menyusudur. Bu menyu bir nəfər üçün 50 manatdır. Məkanda spirtli içki verilmir, deyim biləsiz. Yeri gəlmişkən, canlı ifa da bu menyuya daxildir. Yeni il tədbirləri və ya hər hansı xeyir işləriniz varsa, buranı rahatlıqla seçmək olar. Keyfiyyətə söz yox. Dostlar, Allah şahidi. Masanın bu cür bəzədilməsi, yeməklərin bu cür təqdimatı bizə özəl deyildi. Yəni bu menyudan sifariş verən hər kəsi eyni təqdimat gözləyir. Bayram öncəsi bu yeri yadda saxlamağa dəyər. İzlədiyinizə görə təşəkkürlər.